الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. اللهم لك الحمد حمدا دائما أبدا سرمدا لا انقطاع له. أشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله. أوصيكم عباد الله ونفسي بتقوى الله ولزوم عبادته والإمثال لأوامره والسير على نهج رسوله الأكرم وأهل بيته صلوات الله وسلامه عليهم أجمعين. Bu ses yukarıdadır. Necə təşkil edir qızlarını? Bilmirəm. Mütevəlliler hardadılar zahmet olmasa? Abu Muhammed, Bekka o cemaat təşkil edəsi hayatın biraz. Hatta bilağına selaşırıq. Öz bir gün axir muhadaradı. Qul huvallahu hatta. Fe inşallah bir gün bahsimiz axir muhadaradı Surat-ı Tevhid'de. Surat-ı Tevhid'de gelende ağalar bu ayetteydi. En ahir ayette Bismillahirrahmanirrahim. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ahad. Dediler el hikme el baliga. Yani tamam el hikme. Bu ayette Allah Tebareke ve Teala'nın emretmeği ibadına ennehu قل هو الله أحد يعني ناد معناسه يعني الله تبارك وتعالى استمر فقط بز اعتقاد أن الله تبارك وتعالى لم يلد ولم يولد أراق مثله بل نداغن بل أنه دياغن ظاهرا بأنه نادي الدياغن بمعنى أنه إظهار داغن بحقيقان وهو أنه الله تبارك وتعالى منزه من النقص ناچن ديندخ الله لم يلد ولم يولد يعني دير الله منزه من النقص باعتبار أنه ديندخ لم يلد يعني baba dögü uşağı olsun. Diyendek lem yulad baba neneden gelmiyor. Bi'tibar ennehu baba olmak nedir? Her insanın bir garize var ennehu hazider baba olsun. Yarın hatta dar günde koy beled yarın ennehu oğlan yarasın özne, sened olsun özne, el olsun özne. Bi'tibar ennehu neçin babada bu garize var? Lennehu hisseder daimen nedir? Muhtaçtı. Onun için bu var özne. Fel muhtaç nevh minen nâde nakıstı. Allah Tebareke ve Teala'da bu da yoktu. Ma'a ennehu ağalar fikri izmenden. Ma'a ennehu oğlan iki babasının da hakkında iyi olduysa azim makamı var Allah Tebareke ve Teala'nın yanında. Bakın bu rivayet İmam Sadık salavatullahi ve selam aleyhi nakledir günlerin birisinde Musa aleyhisselam münacat edirdi. Allah Tebareke ve Teala'dan gördü arşın kölgesinin altında bir insan dedi ilahi bu kimdi böyle o makamdadı arşın kölgesinin altındadı dedi ya Musa bu o insanda iki babasının hakkında iyiydi. Fe insan iden nâde ağalar ennehu nâde o zaman iki nâde baba لأنه hisseder özü bu şekilde garize var özne ennehu ihtiyacı var. Fe biz diyendek Allah Tebareke ve Teala baba dögü ve baba neden gelmeyip bir itibar tenzih ettir Allah Subhanahu ve Teala'nı. Allah Subhanahu ve Teala istiri bunu ennehu bu hakikanı ve huve tenzih etmemiz Allah Tebareke ve Teala ennehu ihtiyaç yoktu özünde ennehu naqs yoktu özünde izhar eder özünde. Ne için? Liennehu eşinin mani izhar ettiyse özünde iden gerek bizden olağın münezzeh olağın minen nevakıs. فَلِذَٰلِكَ ulema ne dediler? Dediler bu ayette işare var. Ehlül ukula, ehlül kuluba, ehlül ma'rifeye. Yani ya ehlel kulub, ya ehlel ukul, ya ehlel ma'rife. Siz nefsinizi tenzih eleyin. O nevakıslardan bir kısım beşer özüne düşer. La tuvel, böyle dediler. La tuvellidu naqsan ve la tetevelledu min naqs.
naqs dedik. Ne diye anlaç bu söz dediyiz. Dediler insan diyende Allah Tebareke ve Teala lem yelid özünün de üzerine aynen geldi. Özü de gerek olsun lem yuvellid naqsan. Kama enne Allah Tebareke ve Teala'dan dedik ennehu baba diyor uşak gelsin özünden de özü gerek lem yuvellid ve naqsan ve kedâke lem yetevelled minen naqs mevlud olmasın minen naqsan dedik nece? Yani ne kazdiyetsiniz bunda ennehu la tuvellidu naqsan ve la tetevelled minen naqs dediler insan gerek bu şekil bunu istifade etsin. Ve huve ennehu sebep olmasın diyen la tuvellid naqsan yani sebep olma bir naqsçın. Nerede bu naqs? Dediler savaen zulumdu, av fesattu, av cehildi. Sen bir fiile kalkma iki sebep olasay koyasay mujtemada cehil olsun, koyasay mujtemada fesad olsun, koyasay mujtemada zulüm olsun. Ve kezalike sen mutevellid olma neyden? من الفتنة وهناك هذه الفتنة وهو أنه ظلمنان أو جهلدان أو نقصدان يعني bir ظالمات تابع olma, bir cehaletlik arkasıca gitme, bir fesadın arkasıca gitme. İkisen ne olasay? بأنه مسبب olasay ondan. Yani nerede müsebbep? Yani zahiye olasay. Fedediler أنه sen fitne sebep olma lil fitne ve kezalike musebbeb olma anil fitne. Bunu yetiştiler. Bu hakikan dediler Emir el-Müminin salavatullahi ve selamu aleyh diyere. Ne diyere? Yebne Adem kun fil fitneti ke ebni labun. La zahrun feyurkeb ve la zar'un feyuhleb. Yebne Adem fitnede ibn labun kimin ol? İbn labun kimdi? O deveye diğer Haşi Kadriz'den ennehu balası 2 illiği bitirip 3 illiğe girir. Ne biyeli böyle kuvvetlidir hatta minsinler özüne at kimin nakletsin özlerini yerden yere. Ve ne de bir ennehu sütü var hatta sağılsın sütünden istifade olunsun. Özü deveden nerede istifade? İmma minese üstüne apar seni yerden yere ve imma da sütünü sağasa istifade edecek. Dersen İbn Labun kimin ol? Bele ol nece İbn Labun'un biyeli kuvvetli diyor hatta minilsin özüne sen de bele ol. Yani nerede? Sen cisir olma seni minsin zalim kimseler hedeflerine yetişsinler. Ve kezalike sen İbn Labun kimin ol sağılma nece onun sütü yoktu sağılmaz sen de onun kimin ol sağılma yani gitme ehlil matami arkasıca ehlil masalih arkasıca peşine düşme seni nerede sağsınlar seni atsınlar masiriye. İbn Labun kimin ol sağılma ve keennema İmam salavatullahi ve selamu aleyhi ağalar bize bizim için bir mesel verdi. Bu meselde kinaye var. Azam kinayet ve huve derste Emir el-Müminin bize alıştırır özne. Ve bu o hakikane hakikatedir Emir el-Müminin. Ve huve iki Kur'an beyan ettiği hakikane ve huve ennehu Kur'an ne diyor? Kur'an diyende lem yelid ve lem yulad izhar elemunu dilide sele Allah lem yelid ve lem yulad yani nefsizin eleyin nefsizde fadaili kaldırın ne kimin? Fadail ilimdi, takvadı, salahtı ve kezalike nefsizi münezzeh eleyin uzak eleyin minen nevakıs. En nevakıs nerede? Zulümdü, cehildi, fesattı. Fe bir müşkile ağalar hayat yevmiyemize döndüysek bunu istirem diyeyim hatmeyedim. Bir iki nerede hayat yevmiyemize döndüysek bir müşkile minel müşkileye düştüysek 3 şeyden başka dövge. İmma esası zulümdü, av fesattı, av cehildi. O evler, o usreler, dağılılar, baksayt talaka yetişi esası nerede? İmma bi ennehu nerede cehaletlik bi ennehu iki arvattan kişi tahammül edebilmediler, tefahüm edebilmediler, adamı müdarat edebilmedi. Ve imma ennehu fesattı iki taraftan birisine ve imma ennehu nerede? Zulümdü. Gelsek baktıysak, iki pazarda aldıysak, meşakili aynen bakısayt ennehu imma zulümdü esası, av cehildi, av fesattı. Daireye dönsek bu da hatta indi o hurub iki alem birbirine vurulubdu ve ennehu nerede esası? Hıda bitimiz bilir ennehu ha ağala ahsentum bitiniz cevap verdiğiniz bir ağızda nerede? Ve ennehu zulümdü lennehu şiade lennehu el-İslam el-hakiki kimde gösterir? Müminlerde Irak olsun, İran olsun, Lübnan olsun, av Yemen olsun. Ennehu el-İslam el-hakiki el-iman el-hakiki bu dört devletlerde bu be ennehu mezheb eş-şiadedir. Onun için muharebe
ediler. فإذا أساس كل الظلم وهو أنه بدرتنا. نسأل الله تبارك وتعالى بحق محمد وآل محمد نصرة تسنبتن مؤمن نار أنه عراق دا ولبنان دا ويمن دا وإيران دا. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. اللهم لك الحمد حمدا دائما أبدا سرمدا لا انقطاع له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. اللهم صل على محمد سيد المرسلين وخاتم النبيين وحجة رب العالمين. اللهم صل وسلم على علي أمير المؤمنين وسيد الوصيين وإمام المتقين وحجة رب العالمين. اللهم صل وسلم على الصديقة الطاهرة فاطمة الزهراء سيدة نساء العالمين. اللهم صل وسلم على سيدي شباب أهل الجنة الإمام حسن المجتبى والإمام الحسين الشهيد بكربلاء. اللهم صل وسلم على الإمام علي زين العابدين والإمام محمد الباقر والإمام جعفر الصادق. اللهم صل وسلم على الإمام موسى الكاظم والإمام علي الرضا والإمام محمد الجواد والإمام علي الهادي. اللهم صل وسلم على الإمام الحسن العسكري. اللهم صل وسلم على الإمام الحجة المنتظر المهدي. اللهم عجل فرجه. اللهم سهل مخرجه. اللهم اجعلنا من أنصاره وأعوانه بحق محمد وآل محمد. اللهم ارزقنا دعاءه ورضاه بجاه محمد وآل محمد. Bu rivayeti diyeyim ağalar, xətm daha bəxtim. Bu rivayet iki mevzuumuzla irtibatı var. Bu rivayeti nakledir, neçə masum nakledir özünü. Rivayeti gelende ennehu İmam Sadık salavatullahi ve selam aleyh nakledir babasından an ceddih an emirel mu'minin salavatullahi ve selam aleyh. İmam Sadık diri Allah diyeyim İmam Sadık diri Peygamber salavatullahi ve selam aleyh vasiyet etti emirel mu'minine. Tabii Peygamber'de vasiyet eden de Ali bin Ebi Talib'e bizi alıştırmakta. İden geldiysek indi ağalar bu vasiyete baktıysak acib matalibler var özünde. Ve huve ne diyor Peygamber salavatullahi ve selam aleyh emirel mu'minin? Der ya Ali seb'atun men kunne fihi fekad istekmele hakikatel iman. Ya Ali, biz mevzuumuz hardaydı? Allah Tebareke ve Teala'nı tenzih edirdik. Nede? Minen nakıs. Yani Allah diyirdik. Allah'ta sıfat el cemal var ve kedalike sıfat el celal. İki nede diyirdik. Selbi edirdik sıfat el celal. Peygamber salavatullahi ve selam aleyh buna tekid edir. Ya Ali, o kimde bu yedi sıfa var, sıfat-ı celal ve sıfat-ı el-nâde, el-cemal, fekad istekmele hakikatel iman. O yedi sıfa iki ey bir insanda olduysa, onun imanı nedir ağalar? Kamildir. Fekad istekmele hakikatel iman. Ve illa eğer geldiyse bu yedi sıfanın bir tanesi olmadıysa özünde, altı tane olduysa diğer imanı kamil yoksa cüz'iydi. Diğer cüz'iydi özüne. Ya Ali, seb'atun men kunne fihi fekad istekmele hakikatel iman ve abwabul cenneti mufettahatun leh. Cennet nedir? Cennet sivni ennehu bu gelecek ve ennehu cennete girecek. Hatta cennet sivner. Ya Resulullah nedir bu yedidine? Peygamber başları saymak özüne. Der men esbega vudu'ahu ve ahsana salatahu ve edda zekata malihi ve keffe gadabahu وسجن لسانه واستغفر ذنبه وأدى النصيحة لأهل بيت نبيه. Gelende ağalar, bunlar bir alanda, ne de manası Peygamber diri iki ne de insanda esbega vudu'ahu. Esbega vudu'ahu yani geldiyse eğer ebdasını ne de
ehtimam ettiyse, əbdəsini itqan ettiyse, yani gelende əbdəs almağa üzünü yaxıyanda ehtimam eder, hatta bu gözünün bu qurnalarında iki yuxudan qalxıbsa pislik olmasın, hatta əbdəsində xələl olmasın. Bunları pəklər əbdəs alır. Bu nədir? Deyərik, itqan edir. Əlinə gələndə bəzi adam kimində yox, o suyu bura atar. Andan kaldırır, diğer işte ibn el-ala ile esfel ettim dirsəginə, deyər ki, sənin itqan yoxdur. O suyu dirsəgdən yuxarı atasın, onda endirəsi, onda itqandır. Al başın gələndə məsh edəndə, bəzi adam görüb sizə şekil məsh edər. Başına gələndə baş sağa çıxır, üstə bir belə edər, hatta ne olsun? Dərisinə əlsin, andan məsh etsin. Sən niyət deyil, başı rütbət etdik, andan niyət edən məsh edəndə, o su üzərindən məsh etdik, batıl etdik, itqan olmadı, sən əli gəti başına məsh elə. Bəzi kimsənin də onca güdlə qoyub, aynı xoruz təhkili kimin. Başını məsh edəndə, buradan güdlə onca suyu verəndə, yaşayanda burasına dəgir. Onda gələndə, onun ayağını siləndə, ne etdi? O su bir-birinə qartışdı, ayağını işgal etdi. Al gələndə bir ənəhu nədir? Əlin yolda aparanda, ayağını məsh edəndə, baxasay əlindən, avucundan o su axdı ayağı üzərinə, andan məsh etdi, o su səni deyər, itqan olmadı. Bəli, sən o zaman başı gətirəndə, belə məsh edəndə, qoymayanda bu güdləyi bura dəksin, hatta buna da ayrı usuya qatışsın, qoymayanda bu ayağın usuya, əlin usuya ayağıya qalxsın, nə deyərik qatışsın, deyərik bu itqan etdi əbdəsini. Və sən o zaman iki əbdəsi itqan etdiysək, ehtimam etdiysək əbdəs, ya bu əbdəs nədir bu? Deyərik bu, əsbəğa vudu'ahu zahiridir, ehtimam itqan etdi. Və lakin batiniyyən nədir bu? Bu koyar ennehu ürəyi tathir eder, içeriyi pəklər. Noncana sen əbdəsidə itqan etdiysə, oncana ürəyi pəklər, onca ürəyi nurani olur. Nə üçün? Li'ennehu özü əbdəs nurdur. Və sən o zaman iki əbdəsə noncana ihtimam etdiysə, onca ürəyi nə olur? Nurani olur. Onun üçün bir ennehu nədir? Bu ağalar deyərlər, müstəhabdır ennehu insan daimən əbdəs üzərinə olsun, əbdəsi olsun. Əbdəs alanda deyilsin, lil-kavn, niyət etdim, əbdəs alım lil-kavn alə-tahara, hatta nədir? Daimən əbdəs üzərinə olsun. Li'ənnehu insan əgər gəldiysə, əbdəs bima ənnehu nurdur, deyirlər özü üçün abvab və xəzain əl-ma'rifəni açar. Və insan noncana əbdəsinə ihtimam etdiysə, itqan etdiysə, nur olduğuna qoyar insanın istidadı olsun lil-fiyulat əl-ilahiyyə, lil-rəhmə əl-ilahiyyə, lil-xeyrat el-ilahiyye. Daha istemez bundan fazla vazih edin. Febittali iden insan ihtimam ettiyse əbdəsinə və huvə ennehu ne der? İçersin, tathir eder. Anla ne dedi Peygamber? Dedi ve ahsana salatahu. Namaz gələndə bir ennehu nədir? Qiyamına məqayyət ollu, rukuna məqayyət ollu, qiraəsinə məqayyət ollu. Gələndə namazı bir ennehu nədir? Məqayyət ollu, vaxtında qılır. Yox onun kimin deyəndə özünə saat 5 akşam yahu namaz qılmısak deyir şeydir. Sen söyle. Hala vakit var, biz şialer vaktimiz var, güneş batana gibi. Saat 11 olup deyirse özüne yahu kılmısın namaz efendi. Dirim macalımız var, saat 11'e kimin ne çözüyorsun helak edin. Hukuklu kayduk. Sen buradan 2 vakti var, 11'e kimin şiasayı tabi edesek, bak o bir taraftan nece ve imamın sözü nece halledecek. Seyyidina İmam Sadık sallallahu ve sellem aleyhi nedir? La tenalu şefaatuna men istehaffe bisalat. Ona diye ne diyeceksin? Sen saat 11'e koyanday, o saat akşam bilmem 4'e 5'e, hatta o imkana 1 saatte tehir edeceksin. İstihfaf ettiği namazıyla o nece halledeceksin? Fe iden ahsana salatahu ağalar namazına bi ennehu nâd rükû'una, sucuduna, vaktuna bi ennehu nâd o yerlerde namazın kılar. İki Allah tebareke ve teala o yerler tekrim edip bela cami kimin Allah tevfik etsin, sizi mahrim etmesin ennehu cami'den gelir cami'de kılar. Bazı yerler ikina Allah tekrim edip ki marakidel emme orada kılar. Fa bu nedir? Bu zahiridir. İnsan o zaman ağalar böyle değiller. Değiller men ahsana, ağalar değiller. Değiller men ahsana salatahu bi rabbihi ahsana silatuhu bi ibade. Gerek. Yani nerede? Yani insan o zaman iki namazın çok iyi kıldıysa kurbeten ilallah, nanca namazında iyi olduysa Rabbisinden onca gerek iyi olsun. Neyden? Silası ilakası Allah'ın ibadiden. Lennehu minel ma'kul diyor. Değiller insan namazında iyi olsun Allah'ıdan, Rabbisinden ve silası nerede yaramaz olsun ibadiden. Bir ma'na nerede? O gelende ibadtan bi ennehu ürəqindən var.
Ürəğində hiqd var tərəflərinin, ürəğində nə var? Kərahiyət var, olmaz deyirlər. Lənəhu Allah təbarəkə və təala sənə deyəndə, namazı deyəndə, Peyğəmbər deyəndə, ya Ali və əhsənə ənəhu salatuhu. Nistir Peyğəmbər mücərrəd bu namazı qilağın yox. Bu ibadet ve innema Peygamber salavatullahi ve selam aleyh ağalar bizden istir ubudiyye ve huve ennehum men içerim de bu namaz məni tatihir etsin lidalike bi ennehu nâde es-salat tenha anil fahşai vel münker. Ve bu ikinci ve daha üçüncü ne dedi? Ve edda zekata malihi. Nâde bir mana? Hatta edda zekata malihi bi'itibar ennehu insan amvalının zekatını verməyi amvalını tathir eder. İndi daha özü bağbostan sahabedir, zərət sahabedir. Əkilinin zekatını verir. Av əcəlləkumullah hayvanat sahabedir, qoyun quzu sahabedir zekatını verir. Av yox, mənim səni kimin ratibi var, rızqı var, bi ənəhu ihur işləri, ənəhu nədir pa amvalının xumusunu verir. Aynən zekatı və insan ağalar iki əgər gəldiysə bu şekil deyirlər. Deyirlər insan amvalının zekatını verdiysə bu nedər? Ürəğini tathir eder. Nə üçün? Lənnəhu deyirlər insanın ənəhu çox ülqəsi var, çox ilaqəsi var, çox irtibatı var amvaldan. Allah təbarəkə və teala deyir Bismillahirrahmanirrahim və tuhibbunəl malə hubban cemma. Çok seversiz. Allah Kur'an'da deyir. Lidalike bazı insan görürse ağalar bi ennehu amvalını sevmek takdim eder avladına. Bazı insan bi ennehu amvalı sevmek takdim eder hatta dinine de hatta ahiratına da aynen onun kimin özü parasını faizde işlerdir. Bilmem neçə dəftər xasar edip deyirlər neçə dəftər xasar etdi. Abu filandır ya muavvad dedaş koyu üzerine indi neçə dəftərimiz gitti potumuz da gitmesin alem yanında. Dedaş koy üzerine. Kaydığı da dini geçsin. Ayak altına koydu. O zaman işledinde defteri faizden munca veririm sana ayda. Mene munca ver. O kaydı neydi? Lakin lennehu alem eşitse potun gider ve üstüne daş koy. Ve insan iden ağalar geldiyse eğer amvalının zekatını çıkarttıysa, humusunu çıkarttıysa o ülke iki Allah tebareke ve teala dirdi ve tuhibbunel mâle hubben cemma. Allah onun ilacını verip hatta o ülke kalmasın. O zaman sen ennehu nâde zekatını verdiyse ammaliyene, humusunu verdiyse o ülke kalmaz senin ammaliyende. Bittali ennehu ne olur? Bu zekat vermeyi, bu şey vermeyi koyar nefside istidad olsun nefsiyi tathir nefsi tathir olsun. Gördüğünüz halde hakikat. Ve Peygamber iden nâde boştan demir ya Ali bir tane zekatını verdiyse fakat istekmele hakikatel iman. Ve eğer geldiyse insan ebdasını ennehu nâde mekayet itkan ediyse, eğer geldiyse namazını iyi kıldıysa, eğer geldiyse amvalının zekatını verdiyse, fabittali bu koyar ennehu nâde, bu koyar bittali ennehu asabi olmasın. Ne için? Lennehu in bu zekata koy belə deyəğin, əbdəsə gələndə və huve ennehu içərsin insanın tathir edir. Namaza gələndə el-ubudiyyə istir, insanın içərsin tathir edir. Zekata gələndə ülqəsi kinəd zekat versin, hatta ülqəsi qalmasın, irtibatı qalmasın. O hub ikkinədir, çox sevirdim alı. O qalmasın, hatta fi səbil tathir etsin. İnsan iki ürək tathir olsa asabi kalmaz, asabi olmaz. Bu asabi de ennehu nâdi baxsıq ekser el-ceraim vel-cinayat iki irtikab olur sebebi nâdi? Asabilikdir. İnsan baxasayıb ennehu asabi oğlu yetişək nəyə? Qətlə yetişi özü qeyr vaxid istəməz idi onun qətlisi. Və lakin ennehu asabi olduğuna niyetti? Qətlə yetirdi özünü. Və avvel şey ağalar insanın asabiliği əks eder dilinə baxasayıb qalmaz iki nədir? Hakikat saymasın qanşara, qalmaz bühten etməsin, qalmaz ittiham etməsin. Ma'al ilim gələndə Allah subhanahu wa ta'ala nistir özündən. Allah tabaraka wa ta'ala istəyəndə özündən deyəndə selaf lem yelid ve lem yulad yani tenzih ile Allah tabaraka ve ta'ala'nın minen nevakız felâik diyor sen buradan tenzih etse Allah tabaraka ve ta'ala'nın minen nevakız buradan ennehu alame sağıştıranday, söğüştüranday, asırınday diyade ennehu bittali isteseydi asabıma saytaran yoktu. İden ma'nesen manası nədir? Asabiyə saytaray olmayanda, asabilik səni tutanda, itirəndə, idən mənası sən nədir? Sadıq dögülsək, o qavlidə ləm yelid və ləm yulad. Tenzih etilsək Allah, təbarəkə və teala'nı minən naqız.
Ahir şey ağalar 2 bu 7 av 6 bu sifeler neye dururlar? El-ruknul vesik el-esas el-dinge 2 üzerine dururlar. Ve huve nâde? El-nasihate li ehli beytih. Nâde? Nâçin demâde el-mehabbete li ehli beytih. Nâçin demâde el-ta'ate li ehli beytih. Bir denâne mehabbası olduysa fakat istekmele hakikatel iman. Av vilayası olduysa, av ta'ası olduysa nâçin demâde? Ağalar el-nasiha yani el-hubbu şedid. Mehabbet öyle. Yo çok sevmek. Çok sevdiyse ennehu nâde ve huve ennehu nâde bu nasihadır. Lidâlike lügada gelendeler diyenler en-nasiha nâde değiller. En-nasiha 4 rukun üzerine durupdu. O 4 rukun insanda mutavaffir olduysa diğer bu nasih li ehli beytihidi. Li ehli beytin nebidi. Nâde bu 4 rukun? Birinci ennehum ma'rifası olsun ehli beyte. Ehli beyti tanısın ma'rifası olsun. İkinci ennehu ittiba etsin ehli beyti. Ehli beyti ittiba etsin. Üçüncü ennehu nâde ve huve ennehu şiddetil hub olsun özlerine. Şiddetil hub olsun yani yok mehabbe. Yok mehabbetten fazla çok sevsin biz diyerek. Dördüncü şey ve huve ennehu inkita etsin özlerine. Yani nereden inkita etsin? Yani ehli beytten alsın ahkamını. Ehli beytten alsın ulumunu. Demesin de diyenler özler sen naçı bunu bu şekilde amel etsek? Desin vallahi ben bilmem. Çok insan var görüp siz dese özüne bu galat da olmaz mı dese ağalar değiller olmaz merci. Merciye dir olmaz ne diyer? Der ben bilmem. Fa bu demağın ben bilmem izen inkita var ehl beyte yoktu. İttiba var ehl beyte yoktu. Febittali izen ağalar. İstirem hatmedim. İzen insan eğer geldiyse Peygamber sallallahu ve sellem aleyhi dedi ya Ali men esbaga vudu'ahu ve ahsana salatahu ve ikinadı ve edda zakatı mali bunlar bütününü koyar insanın yüreği tathir olsun. Bunlar da neye dururlar? Ennehu bunlar da bütün dururlar neye? Ve huve bir esas üzerine en nasihate li ehli beyti. Eğer o olmadıysa bunlar bütünü iştiler. لأنه قد يكون bizden غيرسler bular var özne velakin nasihate li ehli beyti yoktu ve huve enne hunâd şiddetul hub yoktu ma'rife yoktu enne hunâd inkita ile ehli beyt yoktu izen bular fayda eder özne ağalar fayda etmez bittali enne hunâd istikmal etmez hakikatil imanı kamil olmaz. Nes'elullah tebareke ve teala bihakki Muhammed ve ali Muhammed en yec'alna minel muvalina ve minel muhibbina ve minel nâdi el munqadina li ehli beyt salavatullahi ve selamu aleyh. صلوا على محمد وآل محمد إلى أرواح الأنبياء والعلماء والشهداء وأمواتنا وأمواتكم نهدي للجميع ثواب الفاتحة مع الصلاة على محمد وآل محمد.